sənsən. Videonun əvvəlində like atan. Sənin o əllərindən öpərəm. Hələ üstünə pul da istəyərəm. Mən də belə bir üstsüz adamam. Hamıya salam uşaqlar. Bu gün əlim sizlərlə bərabər Cargo Simulator 2021 oynayıram. İndi sizlərlə bərabər ben yük götürəcəm. Kameranı hara qoya bilərəm? Kamera burada dursun. Maşınımız belədir. Yəni içəridə Azərbaycan, Türk bayrağı var. Buradan bizi izləyən bütün Türk dostlarıma salamlarımı bildirirəm. Allah nətər deməyik. Nəsə, buradan bütün bizi izləyən Türk dostlarıma, yəni Türkiyədən bizi izləyənlər hamımıza salam olsun. Buradan özümüzə bir dənə buradan yük götürək. Tarsusdayam. 791 kilometr məsafə var. Tarsus, Uludərə. 800 kilometr, 22 ton. 22 ton, biraz zəif yüklər, 10 ton. Hilvan, 400 Hilvan arası çay nakli. Çay aparıram. Məsafə qəşəngdə pul verir. Yükümüzü gedək götürək. Yükümüz bu qabaqdaydı. Elə birinci olandı məncə. Baxım, birinci olandı. Oyunun səsini biraz almışam. Nə dərəcədə səs gəlir, nə dərəcədə gəlmir bilmirəm. Hətta bu. Bəli uşaqlar, oyunun səsini çox aldıb gəldim. Sizlər də videoya kanalıma abunə olub like atmaq unutmayın. 116 abunəyəm. Axır ki 115 abunə 116'ya çevrildi. Yəni uzun aradan sonra. Allah tərpənd ana. Axır ki. Gedək içərdən sürək. İçəridə Azərbaycan, Türkiyə bayrağı, göy içəridə led işıq yanır. Bu oyuna dostlar 10 üzərindən 8 xal verirəm. Superdir oyun. Pavarot digimizi yandırdıq, gedirik. Fərqli əgər oyunları səsləşərlərdə mütləq bildirin. İstədiyiniz oyunlarda çəkib paylaşaram YouTube kanalımda. Benzinimiz hardasa 70% falandır. 10 ton aparıram. Pulumuz 292.000 TL'dir. Yəni 300.000 TL'dir təxminən. Qəşəng də burada şey var, navigator var. On tondur yükümüz. 10 tona görə 100 ilə gəlirik saatda. Tırı da dəyişsəm, yəni fərqli tıra keçid eləmək istəyirəm. Vaxtında pul qassam. Videodan əlavə də oynayıram oyunu. Bir də dostlar, oyunda bir problem var. Yəni oyunun səsi ilə əlaqədardır. Tırı sürürəm, məsələn belə deyək də, qaz verirəm tıra. Qaza dayanmadan bastığım müddətdə tırdan cıt 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 deyə səs gəlir. Maşın səsindən aslında. Maşın səsi elə olur. Yəni bilmirəm, oyunun səs sistemi ilə problemlidir. 2021 yazılmışdı üstünə. Hər halda oyun 2021-indir. Yəni belə 360 dərəcə. Amma dostlar, tırın üstü 2025 yazılıbdır. Hətta indi belə səs gəldi. Videoda o səs gələcək, gəlməyəcək, bilmirəm. Yenə sizə yolda göstərim. Baxırıq yola. Tarsusdan Adanadan keçirik. Yolumuzun üstündə Adana var. Sonra Ceyhan üstündən keçirik. Osmaniyə tərəfdən belə gedirik. Ceyhanəyə yaxınlığından Osmaniyenin üstündən keçib gedirik. Sonra burada şəhərdə Nur dağı var burada. Nur dağının üstündən keçirik. Qazi Antepdən keçirik. Mən də Şanlıurfaya eləmişəm. Yəni tərdimi bu şirkətimizin olduğu yer Şanlıurfadır. Qazi Antepə gedirik. Qazi Antepdən Adıyaman'da Hilvan şəhərinə gedirik. Hilvan'da da Adıyaman'a gedirik. Adıyaman'a. Neçə kilometr qalıb? 424 kilometr yolumuz var. Sizlər də əgər videomu bəyənmişsinizsə kanalıma abunə olub like atmaq unutmayın.
Fikirləriniz mənim üçün çox önəmlidir. Hədəfim 150 abunədir. Bu yolda mənə dəstək olan hamıya təşəkkür edirəm. Mən biraz qrafika çəkdiyimə görə. Havalar dostlar çox istidir. Adam bişir, ürəyim sıxılır istidən öncə. Siz tərəfdə neçə dərəcə istilər var? Hə, burada Qavşaqdan gedirik də. Adanadan çıxdıq, ala yaxşı oldu mışıq. Adananın üstündən keçib gedirik. Bəli, harda qalmışdım? Buralıqda, yəni mən olduğum ərazilərdə 37-38 dərəcə istilər olur. Temperatur dostlar çox yüksəkdir. Hələ iyul ayıdır, avqustda lap dəhşət istilər olacaqdır. Qəşəng səviyyə yoldur. Gedək. Nəsə dostlar, indi mən gedim biraz belə 392 kilometrədir. Təxminən 150-200 kilometr qalanda eləyəcəm. Videonu açıdan davam edərik. Bəli uşaqlar, son nə qədər qalıb? 170 kilometrlikdəyik. Yavaş-yavaş çatırıq. Tırın da belə söldən görüntüsünü görürsünüz. Siz də mənlə bərabər. Belə sürmək nə qədər də belə əziyyət olsa, amma görürsünüz belə. Olmadı. Bu nədir? Benzinimiz təxminən 50% falan qalıbdır. Hələlik bəs eləyər. Nə bilim, irəliləyirik da belə. Xəritəni də sizlərlə bərabər göstərim. Qaziantepdəyik. Yavaş-yavaş Adıyamana doğru irəliləyirik. Oyunda dostlar, nəyi bəyənmirəm sizə bunu deyim. Oyunda bəyənmədiyim şey, baxın, bu aşağıda sürət paneli göstərir. Pavorotnik sürət paneli. O keşkə bu yuxarıdakı kimi belə gizlənə bilən olsaydı, onda daha maraqlı olardı. Hansı tərəfə geriyə, düz gedirik. Daha rahat olardı, daha yaxşı görünərdi. Oyunda bir də bəyənmədiyim o sürət panelində belə çıt deyə səs gəlir. Bir də oyunda bu sürəti çox eləyəndə çıt deyə səs gəlir. Bir də onda biraz yaxşı olmur. Qalan hər şey sağ olsunlar, detay falan superdir. Onun üzərindən 10 detay var. Başqa heç nə. Nəsə mən irəliyim 100 kilometrlikdə, 50 kilometrlikdə görüşərik. Bir dənə burada da zapravkaya verin maşına. Uşaqlar irəliyirəm. Son 100 kilometr. Navigator da sağ olsun, həmişə danışır. Uşaqlar irəliyirəm. Son 100 kilometrlikdəyəm. Gedirik yavaş-yavaş. Sizlər də videomu bəyənmişsinizsə kanalıma abunə olub like atmağı unutmayın. Şərhlərdə mütləq bunu bildirin ki, qaqa tır oyununun 2-ci bölümü öncək ya da fərqli oyunlar istəyirsə şərhlərdə mütləq bildirin. Bu video 25 izləməni keçərsə 90% ehtimalla tır oyunumuzun 2-ci partı gələcəkdir. Çox tələbat olur tır oyunlarına. Taksicilikdir, tırdır. Maşın oyunlarından ən çox tələbat maşın oyunlarındadır. Videoları hər 2 gündən çəkirsiniz. Videolarımı hər 2 gündən bir çəkməyə çalışıram. Bu videonu da elə çəkdiyim günü paylaşsam. Yəni videonun gün ortaya çəkirəm, axşam paylaşıram. Sizə də əgər videomu bəyənmişsinizsə kanalıma abunə olub like atmağı unutmayın. Çatırıq uca yavaş-yavaş son 96 kilometrlikdə, 50 kilometrlikdə yenə videonu açsam. Bəli uşaqlar, artıq 50 kilometrlikdə elə videonu da açdım. Belə burada axıra kimi videonu keçirtməyəcəm. 100 litrdə benzin vurmuşdum. Onu demək bəyək yaddan çıxdı. Sizlər də əgər videomu bəyənmişsinizsə kanalıma abunə olub like atmağı unutmayın. Sizə heç bir saniyə gəlmir. Allah bilir 15 dəqiqə olacaq video. Mən rahat bir saatdan çoxdur ki burada tır sürürəm. Yavaş-yavaş irəliləyirik. Sağ tərəfdə də aynada da gördüyünüz kimi Azərbaycan Türk bayrağımız. Allah vurdum maşını, vurdum.
Təxminən 300.000 TL civarı pulumuz olacaqdı. 1 milyon TL'də mən bilən 1 milyon falan pul qazansam tır ala bilirəm. Oyun dostlar, grafikası biraz nətər demək istə. Grafikadan biraz oyun gerçəkliyə biraz uzaqdır. Yəni biri var uşaq oyunu kimi ola, biri də var ki, yəni biraz orta. Oyun orta səviyyədədir. Giriş segmenti bütün telefonları dəstəkləyir oyun. Məncə bu lisanslıdır kargo. Arxada vurduğumuz yüklər hamısı lisanslıdır, çünki üstlərində şəkillər də var. Ya lisanslıdır, ya da ki yəni ya da ki bilmirəm, amma məncə lisanslıdır. Lisanslı olmasa da yəni ən azından şəkilləri yapışdırıblar. Bu da amma mən yəni deyirəm ki lisanslıdır. Lisanslı olmağın da yaxşı tərəfləri var. Yəni daha çox gerçəkliyə belə yaxın olur. Tırlar özü də bomba kimidir. Liboy tır oyunda, yəni oyunun verdiyi bu pis tır belə super tırdır. Bir dənə bu sol tərəfdə görürsüz boşluq kimi var, ayna kimi. Amma əslinə qalsa sövdə heç yoxdur. Yükümüzü burada təhvil verək. Ala keçdimik. Mən əvvəl bir tır oyunu oynuyordum. Kanalımda belə videosu var. Var idi daha doğrusu. O birisi kanalımda var idi videosu. O birisi kanalımda müəyyən səbəblərə görə getdi. Dorsey'e otomatik olarak teslim ederek ödemenizi alabilirsiniz. Ancak yeşille gösterilen bölgeye kendiniz park etmek isterseniz 3000 TL ekstra kazanç sağlayabilirsiniz. Dorsey otomatik olarak teslim edilsin mi? Eləyəcəksin. 312 TL pul kəsdi bizdən. 142.000 bizə pul verdi. Pulumuz nə qədərdir? Pulumuz 412.000 TL'dir. Süperdir. Baxaq, sorğuna gedirik. 14 ton 676 kilometrə 220.000 verir. 17 ton Kumlucaya gedirik. Kumlucaya yeməkdir, yük. Oyda, çox deyil, 1000 kilometrə haradalar. 28 ton, bu nədir la? İnşaat malzəməsi. O, çoxdur, az pul verir. 8 tondur, 185 kilometrə 56.000. Bu da çox az deyil, mobilya. Kargo 17 ton. Başkələyə kargo. Kargodur bu, kargo. Kargo nakli 635 kilometre. Bunu qəbul eləyə bilərəm, amma baxın buradan hələ də. 22 ton Kuluya gedirik. Taxıldı 303 kilometre. Yox. 20 ton benzindir. Benzin aparmalıyıq hala, yox. Maşındır 14 ton. 1700 kilometr 500.000. Bunu götürürəm. Məsafəyə görə amma babat da pul verir. Maşın aparırıq. Səbirlə bunu aparım. Bu bomba kimi olar onu aparsam. Ala verəmədik maşının arxasını düzəməli ora. Yəni qəşəng arxasını verək. Yağış da başladı. 14 tondur, qəşəkdir. Hala geri, təslim yeri. Dikiliyə gedirik. Maşını da bir dənə buradan çıxardım. Hala baba ildırım saxır. Havanı düzəltdim. Normal elədim. Gördüyünüz kimi videomuz bu qədərdir. Tırımızla əməlli irəlidəyiş elədik. Sizlərlə bərabər bir dənə yük təslim elədik. Bunu da aparacağıq. Uzun yoldur bunun da yolu. 1302 kilometrdir.
Yəni əgər istəsəz şərhlərdə yazın. Yeni bölümlər mütləq gələcəkdir. Maşın aparırıq. Yəni bunu da hər halda özüm təslim edəcəm bu YouTuberi. Sağ olun, salamat qalın. Ən əsas Muradın Oyun Krallığı YouTube kanalı ilə qalın. Görüşərik.